Hə, istəkirlər. Axşamın bu qərib çağı, xoş gördük sizləri hamılıqca. Hər vaxtınız xeyir olsun. Bulaq dədənin yolun gözləyənlər, sözünə, sovuna işıq tutanlar, üzü xeyrə qənşər çevrilənlər, Tanrının bizə qismət elədiyi bu görüşə min şükürlər. 7 günün, 7 gecənin ayrılığından sonra, vaxtın vədənin tamamında, Bulaq dədənin bugünkü yığnağında beləcə xoş konuşmağımıza mərhaba. Yurda söykək ağsaqqalların sözüdür, dədələr kəlamıdır. Deyir, abad el tüstüsündən bəllidir. Və nədir? Bir söz də var, deyərlər. Hər kəs öz evinin qibləsin özü bilər. Öz əgər əysiyi özünə bəlli olar. Vaxtında tədbirin görər. Tədbirli adam bugünün işini sabaha qoymaz. Beləcə bir elin abadlığı, abadanlığı hər evdən, hər ocaqdan başlar. Eviniz abad, işiniz avan da olsun. Amin. Bir sözdə belədir. Deyir, filan kəs evinin qibləsin bilmir. Hə, bu çox ağır dinazdır. İraq, qiblə tanımaq, haqqı tanımaq kimidir. Haqqa tapınmaqdır. Bu sözün vaxtla da bağlılığı çoxdur. 100 illər, 1000 illər yaşadığın, kül tökdüyün yerin, yurdun qibləsi adama həyan olar, qolundan tutar. Bizlər qiblə tanıyan, evinin, eşiyinin qibləsini bilən qövmük, iynə yaxya sancılan kimi yerimizə, yurdumuza sancılıyıq. Hə, özünü yaratmaz, günü-günə satan, işinin əvvəlin axırın bilməz adamlardan yana deyərlər, evinin qibləsin bilmir. Bu söz ağır, məzəmətli sözdür. Elin dinazıdır, qınağıdır. Elin dinazı, qınağı da ki, yerində olar. Qınaq da ki, ağır işdir ya. Tanrı heç kimi elin qınağına tuş eləməsin. Hə, istəylilər. Söz sov, elin, günün içi içalatıdır. Kim necədir, nə işin sahibidir, bir kəlmədən bəllənər. Bir də görürsən deyərlər, adamın özü özünə elədiyini el yığılsa eləyə bilməz.